Hər kəsə salam olsun. Bu dəfəki videoda 5.5 nəzərə çıxan mövzusunu güvən nəşrlərinin test toplusundan izah eləyirik. Deməli, deyir ki, kalsium karbonat və kalsium oksid plus CO2. Deməli, kalsium karbonat parçalanır, kalsium oksid plus CO2 reaksiyası baş verir. Deyir, 500 qram kalsium karbonatdan 500 qram kalsium karbonatdan 4 mol karbon qazı alınarsa və görürəm ki, bizə deyir ki, məhsulun çıxımını müəyyən edə. 100 qram kalsium CO3-dən 1 molda karbon qazı alınır. Aha, çıxımın faizini soruşur, bilmirik nə qədərdir. Neyinirik? X faizdə çıxımın faizi. Soldakı, yuxarıdakı rəqəmə vururuq. X-ı bölürük 100-ə. Yəni 500 qram maddənin X faizini tapırıq. Bu da olacaq 5X. Aha, tənasübümüz hazırdır. 5X bərabərdir 400-ə. X də bərabərdir 80%-ə. Bu şəkildə. İkinci sualla davam edirik. Yenə kalsium karbonat, kalsium O plus CO2 reaksiyası verir. 400 qram əhəng daşından 67,2 litr karbon qazı alınır. Normalda isə 100 qramdan nə qədər alınmalıdır? 22,4. Gəlin bu rəqəmləri çevirək mola. 3 mol, 1 mol olaraq yazaq. Və yenə məhsulun çıxımını istəyir. X faizdir. Neyinirik? 400-ün X faizini tapsaq, 400-ün X faizini tapsaq bərabər olacaq 4X-a. Aha, bu da bizim tənasübümüz. 4X nəyə bərabərdir? 300-ə bərabərdir. Onda X də bərabərdir 75%. Bu şəkildə həll etmiş olarıq. İndi üçüncü suala baxaq. Üçüncü sualla davam edək. Üçüncü sualda bizə deyir. Aha, sink sulfidin, deməli reaksiyamızı yazırıq. Sink sulfidin yandırılma reaksiyasıdır. Sink O plus CO2 2 mol, 2 mol, 2 mol və 3 mol. 388 qram sink sulfidi yandırdıqda deyir, əmələ gələn sink O-nun kütləsini tapaq. 388. Sink S-in emeri 2 vurulsun 97. Sink oksidin kütləsi 2 vurulsun 81 və bilmirik nə qədər sink oksid alınıb, amma çıxımını bilirik. Biz də demişik ki, çıxım məsələlərinin ən rahat yolu verilən çıxımın faizini neyinirik? Solda, yuxarıdakı rəqəmə vururuq, bölürük 100-ə. Yəni, bir sözlə, soldakı, yuxarıdakı, yəni başlanğıcda götürülmüş maddənin çıxımını hesablayırıq, faizini hesablayırıq. X bərabərdir. Kənarda 388-in 75%-ni hesablasaq, 4-də 3, deməli 388-i 4-ə bölsək 97 eləyər. Aha, onda X 97 vurulsun 3 olaraq saxlasaq, X bərabərdir 97 vur 3, vur 2, vur 81, 81 bölünsün 2 vurulsun 97-yə. 97-lər və 2-lər ixtisar getdi, qaldı 243. Deməli, 243 qram sink oksid alınır. Qızdırılan kalsium karbonat, yenə kalsium karbonat məsələsi, kalsium karbonat parçalanır. Kalsium O plus CO2, 100 qram kalsium karbonatdan 4 mol karbon qazı alınırsa, bəs 500-dən nə qədər alınacaq? Bizdən nə istəyir? Yox, bir dəqiqə, mən şərti düz qeyd eləmədim. Bir dəqiqə. Elə oxuyaraq yazıb getdim, baxmıram heç. Aha, deməli 500 qramdan 4 mol alındığı göstərilir. Biz də bilirik, normalda 100 qramdan da 1 mol alınır, düzdürmü? Aha, indi yenə məhsulun çıxımını istəyir. Çıxımı bilirəmmi? Xeyr, bilmirəm, X faizdir. Onda 500-ün X faizini tapacam. Yəni, götürülən maddənin əvvəl faizini tapırıq. Bu da olur 5X. 5X-ım əgər 400-dürsə, X də bərabərdir 80-ə. Bu şəkildə həll etmiş olduq. Davam eləyirik. Gəldik, bir dəqiqə. Bunları silək. 5-ci sualla davam eləyirik. Deməli, bizə reaksiyanı verib 2 mol natrium nitrat, 2 mol natrium nitrat parçalanır, 2 mol natrium nitrit
və O2 əmələ gəlir. Deməli, 5 mol natrium nitratın parçalanmasından neçə litr oksigen alınacaq? Amma bilirəm ki, 2 molunun parçalanmasından 22,4 litr alınmış olur və 80% çıxım verir. Onda nə edirəm? Başlanğıcda götürülən maddənin əvvəlcə 80%-ni tapırıq. 5-in 80%-ni tapsaq, olacaq nə qədər? 4 mol, düzdürmü? Aha, onda buradan nə əldə eləyərik? X bərabərdir, yəni 2 moldan 22,4 litr alınırsa, 4 moldan da elə 44,8 litr alınmış olar. Bu da cavab C bəndi. 6-cı sualla davam edirik. 6-cı sualda deyir, N2 plus 3H2, N2 plus 3H2 bizə verir 2NH3. Reaksiyasına tam daxil olduqda 61,2 qram, 61,2 qram amonyak alınmışdır. Nə qədər azot? 67,2. Gəlin bu 67,2-ni elə 3 molla ifadə eləyək də. 3 mol. Görürəm ki, 1 moldan adətən nə qədər alınır? 34 qram alınır. Düzdürmü? Düzdür. Bizə deyir, məhsulun çıxımını tap. Yenə çıxımını tapsaq, vuracam x-a, böləcəm 100-ə. Bu bərabərdir 0,3x. Aha, buradan indi həll eləsək 0,3x bərabərdir 61,2 bölünsün 34. Aha, indi buradan hesablasaq, deməli 0,61,2-ni ölsək 34-ə, burada oldu 1,8. Aha, x nəyə bərabərdir? 1,8-i bölsəm 0,3-ə, vergülü atanda bura bir 0 əlavə olunsa, 180 bölünsün 3, o da olacaq 60% bu şəkildə. Gəldi 7-ci suala, yenə həmən tənlikdir. Gəlin sadəcə bunların göstəriciləri silək burada. Və bizə nə deyir? Molla soruşduğu üçün qramda sildik. Deyir ki, 67,2 litr azot. Gəlin bu litri elə mola çevirək bu başda. 3 mol azot reaksiya daxil olanda 3,6 mol amonyak alınır. Mən də görürəm 1 moldan 2 mol amonyak alınır. Düzdürmü? Aha. Və mənə deyir çıxımı tap. Çıxımda x faiz daxil. Neyniyirəm? Bu artıq 7-ci sualdır. Hə, neyniyirəm? 3-ün x faizini tapıram. O da olacaq 0,3x. Və bu da bizim tənasübümüz. 0,6x bərabərdir 3,6 olduğunu nəzərə alsaq, x-imiz yenə olacaq. Nə qədər? 60%. Davam edirik 8-ci sualla. 8-ci sualda isə bir dəqiqə. Aha, 8-ci sualda yenə kalsium karbonat məsələsidir. Kalsium karbonat parçalanır. Kalsium karbonat, kalsium O plus CO2. 100 qram kalsium karbonatdan bizdən nə istəyir? Qram olaraq. 44 qram karbon qazı əmələ gəlir və deyir, kalsium karbonatın parçalanmasından karbon qazının kütləsinin zamanlaması qrafik verilib. Götürülən kalsium karbonatın kütləsini tapaq. Bilmirəm axı nə qədər götürülüb. Amma bundan 33 qram karbon qazı alındığını görürəm. Faizim də 75%. Neyniyəcəm? Bilirik ki, solda yuxarıda duran rəqəmin faizini tapırıq. Düzdürmü? Bu da olacaq 0,75x. Aha, 33 ilə 44 ixtisar gedər 11-ə. 3 və 4 qaldı. 100 ilə də 4-ü ixtisar aparsaq 4-ə, burada qaldı 25. Deməli 0,75x bərabərdir 3 vurulsun 25-ə. Aha, bu 0,25-i də elə biz 3 ilə ixtisar aparsaq, burada qalar 0,25, onda x-im də olacaq 100. Deməli 100 qram sən demə nə götürmüşük? Kalsium karbonat götürmüşük. İndi davam eləsək, hansı reaksiya ilə davam eləyirik? 9-cudur deyəsən. Bu dəqiqə. Kalium NO2. Bunu üzərində də yazmaq olar. Belə. Kalium NO2 deyir 101 qram kalium NO3-ü 80% çıxımla neçə mol oksigen almaq olar? Oksigenin molunu bilmirəm, amma ətəyi 1 moldur, onu bilirəm. Kalium nitratın ətəyi 2 vurulsun 101-dir, bu şəkildə yazaq. Və çıxım.
Vuraq 80-ə, bölək 100-ə. Aha. Bunun da cavabı olar. Nə qədər olar? 8, 80,8. 80,8. Aha. X bərabərdir. 80,8-i böləcəm 2 vurulsun 101-ə. O nəyə bərabərdir? O da bərabərdir 0,4-ə. Bu şəkildə həll eləmək mümkündür. Aha. İndi davam eləsək 10-cu sualla. Bizə verir ki, pirit. Ferrum S2 2SO2 əmələ gəlir. Bu prosesdə 5 mol piritdən 75% çıxımla alınan SO2-nin mol sayını tapıram. 1 molundan 2 mol alındığını görürəm. 5 molundan da 75% ilə tapsaq çıxımını, 5-in 75%-ni hesablasaq, deməli 3 burada, 4 burada, 15-i də 4-ə bölsək, aha, 3,75. X onda nəyə bərabərdir? X bərabərdir 3,75-i də vursaq 2-yə, olacaq 7,5. Cavab olacaq 7,5. Getdik 11-ci suala. 11-ci sualda deyir ki, karbondan karbon qazının alınma prosesinin sxemi və çevrilmələrin praktiki çıxımları verilmişdir. İlkin götürülən karbon 10 mol, alınan CO2 isə 6 mol olarsa, X-i hesablayın. Deməli, karbondan dəm qazı almışıq. Proses 1-in 1-ə nisbətində gedib. 10 mol karbon götürmüşəmsə, gəl görək 80% ilə burada əvvəl nə qədər CO alacam. Deməli, solda yuxarıda duran, yəni başlanğıc maddənin çıxım faizini tapdıq. Bu da eləyəcək nə qədər? 8. Aha. Deməli, elə 8 mol nə aldıq? CO almış olduq. Sonra ikinci prosesdə CO-dan karbon qazı alırıq. CO-dan karbon qazının alınma prosesi də 1-in 1-ə nisbətində gedir. 1-in 1-ə nisbətində gedirsə, 8-dən əslində 8 alınmalıydı, amma deyir 6 mol alınıb. Deməli, buradan X-in çıxımın X faizini tapmalıyam. Bu olacaq 0,8X. Aha. 0,8 X-i məyər 6-dırsa, X də bərabərdir 600 bölünsün 8-dir. Bu da çox güman ki 75% eləyər. Deməli 225 bir dəqiqə. Bəli, 75%. 75%. Aha. Getdik 12-ci suala. 12-ci sualda deməli bizə deyir ki, əvvəl piritin ferrum S2-dən SO2 alınma prosesidir. SO2 əmsallaşdırsaq 1-in 2-yə nisbətində gedən prosesdir bu. 5 moldan nə qədər alınıb? Hələ ki bilmirəm. Aha, sonra amma ikinci prosesdə görürəm ki, əgər SO2-dən elə SO3 alınma prosesinə baxsaq, bu 1-in 1-ə nisbətində gedir. 6 mol SO3 alınması üçün isə, yəni burada N mol SO2-nin 75% çıxımdan alınıb da, düzdürmü? Əvvəl N-in 75%-ni tapsaq, olacaq 0,75 N. Aha. Onda N də bərabərdir 600-ü bölsək 75-ə, o da bizə verər 8. Aha, deməli mənim N-im neçəymiş? N-im 8 imiş. Gətirib burada, bax, burada. Gətirib N-i yazıram 8. Bunu bildik. İndi mənə deyir ki, yaxşı, bu əslində 1-in 2-yə nisbətində gedir, düzdür? İndi 8 mol SO2 alınması üçün də deməli nə qədər pirit hansı çıxımdan sərf olunub? Gəl çıxımın faizini tapaq, bölək 100-ə. Bu da eləyəcək 0,5X. Aha. Bunu da hesablasaq, deməli 0,5X bərabərdir 8-ə. Bir dəqiqə molla tapırıq, düzdürmü? 0,5X bərabərdir 8-ə. Hə, biz faizini tapırıq, ay sağ ol. X da buradan 1-in 2-yə, hə, ixtisar aparmadım axı heç. 4, bu da 0,5X-im 4-dürsə, yəni tənasibi bir də yazın, bəlkə kimsə nəzərində qarışdırdı. 0,5X-a da 8 mol SO3-dür. Bunlar ixtisar getdi, 4-ün 1-ə qaldı, düzdürmü? Aha, 0,5X bərabərdir 4-dürsə, X-im də bərabərdir 400-ü 5-ə bölsəm, olacaq 80%.
Deməli, burada doğru cavab olacaq D variantı. Təmizləyək oradan variantı görək. Oldu nə? Oldu D variantı. Bu şəkildə. Davam edirik 13-cü suala baxaq. 13-də yenə kalsium karbonat reaksiyasıdır. Kalsium karbonat parçalanır. Kalsium O plus CO2-dir. 500 qram qızdırmışıq kalsium karbonatı. Normalda 100 qramdan məhsulun çıxımı deyir. Əmələ gələn bərk qalığın kütləsini müəyyən edin. Aha. 100 qramdan mən görürəm ki, 56 qram kalsium oksid alıram. 500-dən isə 80% çıxımdan görə nə qədər alacam? Əvvəl 500-ün 80%-ni tapsaq, bu eləyəcək 400. Düzdürmü? Aha. Və x də onda nəyə bərabərdir? Yəni alınan kalsium oksid nə qədərdir kütləsi? 400-ü vururam 56-ya, bölürəm 100-ə. İxtisar getdi 4, 224. 224 qram nə alınıb? Kalsium oksid. Mənə deyir, bərk qalıq. Bərk qalıq o deməkdir ki, alınan kalsium oksid, bir də artıq qalan kalsium karbonat. İndi 500-dən 500 qram kalsium karbonat götürmüşdüm. Bunun 400-ü sərf olundu axı. Düzdür. Nə qədəri qaldı? 100-ü qaldı da. İndi gətirib 100 qram kalsium, artıq qalan kalsium karbonatı da hesablasaq, deməli ümumilikdə 324 qram bərk qalıq qalıb sistemdə. Bax, bu cür həll eləyirik. Gəldik 14-cü suala. Deməli, 14-cü sualda bizdən nə soruşur bu dəqiqə? Ona da baxacağıq. Aha, 14-cü sualda deyir ki, deməli prosesi verib. Magnezium karbonat alınır. Magnezium oksid plus CO2. Aha, deyir, buna əsasən məhsulun çıxımını müəyyən edin. Baxıram ki, sistemdə nə qədər azalma var. 420-dən çıxsaq, deməli 176 qram azalma var. Bu azalma uçub gedən karbon qazının hesabındadır, düzdürmü? Yəni nə qədər karbon qazı ayrılıb buradan? 176-nı da bölsək 44-ə taparıq ki, 4 mol. 4 mol karbon qazı ayrılıb. Amma normalda 1 mol ayrıldığını görürəm. Və gəl elə buradan 420 qram nə götürmüşəm? Magnezium karbonat götürmüşəm də, düzdür? Aha, gəlin onu da mola çevirək, rahat mol rəqəmləri ilə işləyək. Deməli, magnezium karbonatın emiri 84-dür. 420-ni bölsəm 84-ə 5 mol düşər. Deməli, 5 mol. Magnezium karbonat özü isə 1 moldur. İndi 1 mola 1 moldur. Və mənə də deyir, məhsulun çıxımını tap. Məhsulun çıxımı bilmirəm nədir. Ona görə də solda yuxarıda duran rəqəmə çıxımın faizini vurmalıyam, bölməliyəm 100-ə. Bu da olur 0,5x. İndi 0,5x bərabərdir 4-ə, x də bərabərdir 80%-ə olacaq cavab A variantı. Davam eləyirik. Neçənci sualla? 15-ci sualla davam eləyirik. Aha. Bu dəqiqə. Deməli, sink sulfidin reaksiyasını verib bizə, sink sulfidin yanma reaksiyasını verib bizə. Yazaq sink S plus O2 və bizə deyir ki, yanmasına bərk qalığın kütləsinin zamanası qrafiki verilib. Məhsulun çıxımını müəyyən edin. Yaxşı. Sink O. Deməli, mən burada azalmanı görürəm. Azalma nəyin hesabınadır bərk qalıqda? Burada bərk qalıqda azalma, onsuz əmsalları da yazsaq, eyni olacaq. Deməli, burada azalma nəyin hesabınadır? Kükürtlə oksigen hesabınadır. Düzdür? Ay, sağ olun. Burada deməli, baxıram ki, azalma nə qədər görünür? 32, bu da 16. Bunların arasında azalma elə nə qədər olacaq? 16 qram, 16 qram. Azalma olacaq. Azalma. Aha. Amma qrafikdə nə görürəm? Görürəm 48 qram azalma var. Nə qədər var? 48 qram azalma var. Nə zaman hansından var? İndi belə deyək. Bax, 388 qram sink S. Sink S-in emiri 97-dir. 388-i gəlin bölək, rahat molla gedək də. 97-dir. Burada 4 mol. Aha, 4 mol. Bu şəkildə. İndi onsuz da burada 2-nin 2-yə nisbət deyil. Biz də bunu 1-in 1-ə nisbət olaraq qəbul edirik. Onsuz da eyni rəqəmlərdir. Və mən nə görürəm? Görürəm ki, 1 mol sink S sərf olunanda 16 azalma var. Düzdürmü? 16 azalma var. Burada 4 mol sərf olunub. 4 molun hamısı sərf olunub da təbii ki, çıxım var. 48 azalma görünür. İndi nə qədər gəlib qalıb burada bərk qalıq? 340 qalıb, düzdürmü? Aha.
İndi mənə deyir ki, çıxımı tap. Gəlin tapaq. Vuracam x-a, böləcəm 100-ə. Bu eləyəcək 0,4 x eləyəcək. Yaxşı, onda hesablayaq. 0,4 x bərabərdir 48 bölünsün 16. Aha, neçə dəfə düşəcək? 3 dəfə düşəcək. Onda x-im də nəyə bərabərdir? 300 bölünsün 4-ə, düzdürmü? O da olacaq 75%. Bu da 15-ci məsələ idi. Getdik 16-ya. 75% tapdım. Hadi variantı da burada. C variantı. Gedək tez 16-ya. Deməli, 16-cı sualda bizə nə deyir? Deyir ki, birinci mərhələdə məhsulun çıxımı 80%, ikincidə isə 75%-dir. 6 mol kalsium karbiddən nə qədər aldehid almaq olar? Deməli, kalsium C2-dən C2H2 almışıq. 1-in 1-ə nisbətində. Düzdürmü? 6 molun birinci mərhələ 80%-dir. 80%-lə nə qədər C2H2 ala bilərik? Bu da nə qədər eləyəcək? 4,8 eləməzmi? Bəli, eləyər. Elə 4,8 oldu. Davam eləyirik. İndi C2H2-dən nə almışıq? CH3, CHO. Aldehid almışıq. 1-in 1-ə mol nisbətində. İkinci isə 75%-dir çıxımı. Bu olsun x1, bu olsun x2. Aha. C2H2-nin miqdarını neynirəm? 75%-ni tapıram. Vururam 75-ə, bölürəm 100-ə. Aha. Bu da 4-də 3, 4-lə də 4,8 ixtisar getdi, 1,2 qaldı. 3-ə vursam neyniyəcək? 3,6 eləyəcək. Onda x2 nəyə bərabər olacaq? Elə 3,6-ya bərabər olacaq. Cavab olacaq 3,6. Gəldik 17-ci suala. N2 plus 3H2 bizə verir 2NH3. Aha, 12 mol hidrogen artıq miqdarda götürülmüş azotla reaksiyasla 6 mol amonyak alınır. Normalda 3 moldan 2 mol alınmalıdır. Burada da deyir, yenə çıxımı hesabla. Vururam x-a, bölürəm 100-ə. 0,12 x oldu. Düzdürmü? Düzdür. Yəni tənasübü bir də yazsaq 3 mol hidrogendən 2 mol amonyak alınırsa 0,12-dən 0,12 x hidrogendən 6 mol amonyak alınır. 6 ilə 2 ixtisar getdi, 1 qaldı, 3 qaldı. 0,12 x-imiz bərabərdir 9-a, x bərabərdir 900-ü bölsəm 12-yə. Elə buradan 3-ə ixtisar getsə, burada 4 qalar, burada 300 qalar. 300-ü də 4-ə bölsək, bu da olacaq 75%. Cavabımız oldu nə? Cavabımız oldu 75%. Bu qədər.